Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Mərdəkan 28 may küçəsi. Dədəbaba dilində deyəndə Makaronlu fabrikin küçəsində. Makaronlu fabrikin 24-cü dalanında. Sizə 4,5 sotun içərisində inşa olunmuş, çox gözəl, modern, yerləşmə yeri çox gözəldir, superdir. Hər tərəfində yaşayış var. Hər tərəfində yaşayış var. Yolu gözəldir. Qiyməti 440 min manatdır. Deməyin bahadır. Gəlin baxın, evi bəyənin, yerin bəyənin. Ev sahibi sizə endirim eləyəcək. Ondan sonra birlikdə burada danışaq ki, bu evi bizə ev sahibi baha verdi. Ev sahibi bizim dostumuzdur. Bütün demək olar ki, ev tikib satanlarla biz burada dostuq, həmrəyik, bir-birimizə kömək edirik. Evlərin tikilməsində, satılmasında, torpaqların tapılmasında. Əlavə olaraq, şəxsi evi olan dostlarımız var. Tikiblər vaxtında, indi satmaq istəyirlər, bizimlə əlaqə saxlayırlar. Biz də onları çəkirik. Bütün müştərilərimizə təqdim edirik. Müştərilərimizin içində bizə özəl olan dostlarımız var. Onlar bizə zəng edir. Biz onlara bazarda olmayan, onların istəyinə uyğun olan evləri tapırıq, çəkirik və yaxud da çəkmişiksə, onlara göndəririk, bəyənirlər. Gəlirik, ən sonda birlikdə görüşürük. Bu ev elə bir məsələdir ki, bu bağ elə bir məsələdir ki, villa almaq, vəbşə yaşamaq üçün daşınmaz əmlak elə bir şeydir ki, bunu görüşüb, bunu baxıb, bəyənib almaq lazımdır. Düzdür, mən çəkirəm, sağ olsun Elvin, çəkir, hər tərəfi göstəririk, sizlərə təqdim edirik, amma ən sonda mən yenə deyirəm sizə, sizdən çox xahiş edirəm, özünüz gəlməlisiniz, baxmalısınız, hər bir şeyinə, tikilən evdirsə ev sahibinə danışıb, sıfırdan tikintilərin bütün videolarına, şəklinə baxırsınız, sonra ev sahibinə danışırıq. Bu ev, yenə deyirəm, Mərdəkanda, Makaronlu fabrikin küçəsində 24-cü dalanda yerləşir, tam əşyalıdır. Bütün əşyalarla birlikdə satılır. Qiymət isə start olaraq 440 min manatdır. Avtomatik olaraq butla təchiz olunmuş darvaza, keçən kimi həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı, döşəməsi isti döşəmə olan, həyət üçün nəzərdə tutulmuş yayğış mətbəxi. Yayğış mətbəxinə yaxın, hovuzun yanında, burada manqal inşa olunub. Ayağımızın altında həyətin ehtiyat su anbarı, hovuzun motorxanası yerləşir. Hovuzumuz 4 metrənin 7 metrəyə olan filtrli hovuzdur. Dəvəboynu şəlaləsi ilə təchiz olunub. Dərinliyi isə 1,55-dən 1,55 və 1,60-adır. Mətbəxin qarşısında olan veranda, gözəl bir verandası var. Əlavə olaraq evin hər tərəfinə fırlanmaq olur. Evimizin həyəti, evimizin görüntüsü, evimizin yerləşmə yeri bu qədər. İndi isə keçək evin daxilinə. Buyurun. İnanın ki, Elvinlə biz çox çalışırıq ki, çəkiliş eləyəndə ətraflı olaraq nə varsa çəkib sizlərə təqdim eləyək. Biz əlimizdən gələni edirik. Bəyənib, bəyənməmək sizdən asılıdır. Alacaqsınız, almayacaqsınız, o da sizdən asılıdır. Evin daxilinə keçən kimi, baxın, bu hissədə bəzənmə stoludur, altında kiçik bir dolab var. Sol tərəfdə isə divarısı düz yuxarıya qədər dolab yığılıb. Ev bütöv olaraq isti döşəməklə təmir olunub. Sol tərəfdə mətbəx otağı, televizordur, soyuducudur, qaz sobasıdır, iki gözlü su hövzəsidir. Birbaşa da verandaya çıxışı var. Mətbəx mebeli də yığılıb gördüyümüz kimi. Üzbəyüzdə qonaq otağı yerləşir. Kondisioner qoyulub, çox qəşəng və rahat bir qonaq otağıdır. Qonaq otağında bugünkü gündə istifadə üçün hər bir şey mövcuddur. Televizor, kondisioner, deməli, yemək masası, divan, kreslo, bir də buna nə deyirlər? Kiçik bir ön stol. Ön stolu. Jurnalni deyirlər, rus dilində gedir, o nə deməli. Birinci yataq otağıdır, bu boşdur. Ev sahibi özü boş saxlayıb, daxilində divarın içərisində qardırobu var. İstəsiz, buranın da bütün əşyalar yığılacaq. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağıdır. Köynəyimlə eyni rəngidir.
Tam mərkəzdə yerləşən çamaşırxana və texniki otaq, kombi, evin kombi aparatı bura yığılıb, paltar yuvan maşın bura, istəsiz quruducu da bura qoymaq olar. Sol tərəfdə ikinci yataq otağı, divarın içərisində dolab, yataq dəsti və TV stand. Və sonuncu otaq, valideyn yataq otağı, üçüncü yataq otağı. Buradan da görüntüsü maşallah gözəldir evin. Çox qəşəng görünür. Hündür tavan, geniş bir dəhliz. Üçüncü yataq otağı dolabdır, TV standdir. Burada bəzənmə stoludur, ayrıca yataq dəstidir və daxilində sanitar qovşağı. Təşəkkür edirəm sizə biz izlədiyi üçün. Sizin bizə verdiyiniz qiymət, sizin bizə yazdığınız o rəylər, bizi bəyənirsiniz, paylaşırsınız, o bizi yavaş-yavaş yüksəklərə qaldırır. Təşəkkür edirəm sizə.